Herkese selamlar. Bugün sizlerle bir şeyden artık emek hakkımızın ödenilmesini öğrenecek. Gelin başlayalım. İlk önce qeyd etdiyim kimi mütləq şəkildə diqqət etmemiz lazımdır ki, hansı təşkilatdayıq. Baxırıq görürük ki, öz təşkilatımızdayıq və bildiyimiz kimi əmək haqqı hissəsində artıq bir sonda əmək haqqı bəyannaməsini yaratdıq və bu tarix üzrə də artıq biz ödənişləri etməliyik. Bunu biz kiçildirik, sonra keçirik hara? Əmək haqqı ödənişini biz bildiyimiz kimi artıq bəyannaməsini verərkən biz bankı seçdik. Ona görə də bank üzərində əməliyyat aparacağıq. Əgər bu bəyannaməni verməmişdən qabaq orada kassanı seçmisinizsə, kassa üzərindən əməliyyat apara bilərsiniz. Bunun üçün nə edirsiniz? Sadəcə olaraq kassaya daxil olursunuz və mədaxil xəzinə daha doğrusu məxaric xəzinə orderini klikləməklə davam edə bilərsiniz. İndi biz də bankda deyə banka daxil oluruq və burada hesablaşma hesabına xaric olmanı klikləyirik və gördük ki, hələlik bizim bir əməliyyatımız aparıb və bu da ödənişdir. İndi isə biz əmək haqqını ödəməliyik. Ona görə nə edirik? Əlavə etmək düyməsini sıxırıq və belə bir mini pəncərə açılır və oradan əmək haqqının köçürülməsini tapırıq və OK sıxırıq. Və bundan da artıq əməliyyat pəncərəsi açılır və başlayırıq məlumatları doldurmaq. İlk öncə qeyd etdiyim kimi yuxarı məlumatları doldurmaq lazımdır, daha sonra orta və aşağı məlumatları. Burada hansıları dolduracağıq? Əsas tarixdir. Tarixi nə doldurmalıyıq? Biz maaşın ödənilməsi siyahısı və burada ayın 31-nə, yəni yanvarın 31-nə daxil etmişik. Ona görə də həmin ayın 31-nə yazmalıyıq. 01-31-2025. Və bundan sonra nə edirik? Təşkilatımıza dəyişməyə ehtiyac yoxdur. Əgər bir təşkilatla işləyirsinizsə, bank hesabınızda dəyişə bilərsiniz. Əgər dəyişmək istəyirsinizsə, burada 3 nöqtəni klikləyirsiniz və bank hesabını əlavə edə bilərsiniz. Buradan əlavə etmə düyməni sıxaraq əlavə edə bilərsiniz. Əgər varsa, burada hər hansı birini seçməklə dəyişmək olar. İndi biz Paşa Bankdan davam edəcəyik. Daha sonra məbləği əlavə etməyə ehtiyac yoxdur. Niyə? Çünki biz aşağını dolduranda artıq bura avtomatik olaraq düşəcək. Uçot hesabına baxsaq, görürük ki 223.01-i göstərdi. Bu da ki bizim bank hesabını göstərir. Yəni bunu klikləsək artıq 01 o deməkdir ki bizim valyuta hesabımızı göstərir. Qeyd etdiyim kimi bu bizim AZI, yəni milli valyutamızı göstərir. 02 olsaydı artıq bu bizim dollar, yəni xarici valyutamızı göstərəcəkdir. Daha sonra gəlir mədaxil tarixi. Mədaxil tarixi nədir? Mədaxil tarixi odur ki, ola bilər siz burada bu ayın 31-nə qeyd etmişsiniz. Bu ayın 31-nə qeyd etmək bizə burada doldurmaya köməklik edəcək. Yəni bu tarixdə verdiyimiz əmrə əsasən, verdiyimiz bəyannaməyə əsasən kim varsa hamısı gəlib düşəcək bura. Bu tarix buna köməklik edir. Mədaxil tarixi odur ki, biz nə vaxt həmin şəxsin kartına köçürdəcəyik. Yəni real köçmə müddəti nə vaxtdır? Əgər məsəl üçün ayın 31-i, yanvarın 31-i hesablama vaxtısa, biz əlbəttə ki onu fevralın 1-inə nəzərdə tuturuqsa, o zaman onu 02-01-2025 kimi yaza bilərik. Deməli, bura biz tariximizi qeyd edirik və artıq bu onu göstərəcək ki, bizim artıq nə vaxt şəxslərin kartına göndərəcəyik. Sonra gəlir daxil olan nömrəsi, o da ki, əgər mədaxil sənədin nömrəsi varsa, onu qeyd etməlisiniz. Əgər yoxdursa, boş buraxın, əlbəttə ki, bu real iş mühitində olacaq. Sonra alan hissəsi və alanın hesabı. Bunu seçməyə ehtiyac yoxdur. Nəyə görə? Çünki əgər bunu seçsəniz, gərək tək-tək ödəyəsiniz, amma real iş mühitində bilirik ki, ən azından minimum 3 nəfər işçi olmalıdır və buna görə də biz bunu hər birini daxil edə bilmərik. Görürük ki, burada əlavə etmə düyməsi yoxdur. Ona görə bu hissəni boş buraxırıq və keçirik aşağı hissəyə. Aşağı hissəsində üstə gəlməklə klikləyib daxil edə bilərsiniz, amma bu uzun məsələdir. Çünki qeyd etdiyim kimi, əgər bir şəxs varsa, bu normaldır, amma doldura bilərsiniz, klikləyə bilərsiniz. Amma çox adam varsa, o zaman nə edəcəyik? Doldurmanı.
Doldurmanı klikləyirik və aşağıda maaşın ödənilməsinin siyahısı üzrə doldurma. Onu klikləyirik və görürük ki, avtomatik olaraq bizim nə vaxt bəyan etdiyimiz əmək haqqı varsa, yəni kimlərə şamil olunursa, onun elə bir hesabı çıxdı, yəni həmin şəxslər çıxdı. Bir sözlə sənədi çıxdı və biz onu klikləməklə avtomatik olaraq neçə nəfər varsa o özünündən düşəcək. Və gördüyümüz kimi artıq onun kodu da düşdü, yəni tarixi də düşdü, şəxsin adı da düşdü və məbləği də düşdü ki, biz onun həmin şəxsin kartına 908 manat ödəyəcəyik. Halbuki biz demişdik ki, bu əmək haqqı əslində Səma Minazen alır, amma sonda 908 ödəyəcək, çünki tutulmalar var. Və niyə 1000 düşməyib? Çünki biz məhz əmək haqqını ödəyirik, net əmək haqqını ödəyirik. Ona görə də bu şəkildə görünür. Bundan sonra nə etməliyik? Biz nəyi dəyişməliyik? Mütləq şəkildə pul və saat hərəkət maddəsini qeyd etməliyik. Nəyə görə? Çünki bunu qeyd etməsək, vergi tərəfindən ola bilər ki, xəbərdarlıq gəlinsin. Biz bu pul və saat hərəkət maddəsini göstərməklə nəyə xərcləmişik? Onu qısa şəkildə izah veririk və bir sözlə xərcimizin yolunu, onun elə bir xəritəsini tanıdırıq. Bunun üçün nə edirsiniz? Həmin hissəyə daxil olursunuz, klikləyirsiniz və görürük ki, 3 düymə çıxır. O 3 düyməni klikləyirsiniz və beləncə pəncərə açılır. Öz hesabınızı, yəni şirkətinizi tapırsınız, papkasını və görürük ki, belə bir papkalar çıxır. Əgər burada həmin o pul vəsaitinin hərəkət maddəsi yoxdursa, klikləyib əmək haqqının ödənişini qeyd etməlisiniz. Necə edirsiniz? Bura klikləyirik və həmin o hissəyə əmək haqqı məsəl üçün yazırsınız. Daha sonra mütləq şəkildə pul vəsait hərəkətinin növünü qeyd etməlisiniz. Bunun üçün 3 düyməni klikləyirsiniz və aşağıda gəlir əmək haqqı. Onu klikləyirsiniz və OK düyməsini sıxırsınız. İndi bizdə var deyə onu əvəz etməyəcəm, yəni qeyd etməyəcəm. Ona görə olanı seçirəm. 2 dəfə klikləməklə avtomatik olaraq düşür. Bu da onu göstərir ki, artıq vergiyə biz bəyan edirik ki, biz bu 908 manatı niyə Səmaya göndəririk. Yəni bizim Səmaya bu 908 manatı göndərməkdə məqsədimiz onun əmək haqqısını ödəməkdir. Bunu da qeyd etdikdən sonra düşürük aşağı hissəyə ödənişin təyinatı. Ödənişin təyinatını da biz həmçinin burada bu pul vəsait hərəkətinin maddəsini klikləyib, kopyalayıb və aşağı hissəyə yapışdıra bilərik. Ola bilər bu hissədə əmək haqqı bəyanatı, bunu da klikləyib, ola bilər kopyalayıb bu hissəyə də yapışdıra bilərik. Və yaxud da ki, həmin şəxsin də adını da yapışdıra bilərik ki, bu kimə, yəni ödəniş təyinatı kimə gedir və necə. Bu nə üçündür? Bunun digər pul və hərəkətin maddəsindən fərqi nədir? Ödəniş təyinatı fərqi odur ki, bu artıq biz ödəniş hərəkətinin təyinatını göstəririk. Bu da həmçinin bizdə gələcəkdə rahat şəkildə analiz etməyimizə köməklik edəcək və bunu sonra seçirik hamısını, kopyalayırıq. Niyə? Çünki gətirək şərh hissəsinə də yazırıq ki, yenidən qeyd etdiyim kimi bu hissədə, şərh hissəsi də bizə şəkildə məlumat verməsinə köməklik edəcək harda saldo hesabında. Və bundan sonra nə edirik? Bu hissəyə toxunmursunuz, o olduğu kimi qalır. Keçirik digər hissəyə, maaşın ləngiməsi üçün kompensasiya xərclərin hesablanması. Əgər hər hansı bir qeyd etdiyim kimi maaşın ləngiməsi varsa, ola bilər ki, vaxtından gec ödəniş edirsinizsə, mütləq şəkildə biz əvvəl əmək haqqının bəyanatında onu qeyd etməliyik. İlk öncə biz onu qeyd etməliyik, yəni ki, ödənişin ləngiməsi. Əgər onu qeyd etmişiksə, artıq bildirmişik ki, 1 gün, 2 gün, 3 gün və nə vaxtsa gecikibsə, əgər gecikmə varsa, bura biz xərclər hesabını qeyd etməliyik. Əgər yoxdursa, o zaman heç bir şey yazmırsınız, keçirib bu hissəyə və artıq heç bir şey dəyişməyə ehtiyac yoxdur, əlavə etməyə ehtiyac yoxdur. Buradan aşağıya düşüb OK düyməsini sıxa bilərsiniz. Yuxarıda bu ox işarəsini klikləməklə yaddaşa verə bilərsiniz. Və
Artıq yaddaşı verəndən sonra gəlin detekasiyasına baxaq. Klikləyirik bura və görürük ki, avtomatik olaraq bir şey bizim əvəzimizə 533-ə göndərib. Yəni detal hissəsində 533, bu o deməkdir ki, artıq biz borcumuzu bağlamışıq. Və KT hissəsində isə 223, bu o deməkdir ki, bizim bank hesabımızdan artıq məbləğ çıxıb. Nə qədər məbləğ çıxıb? 908 manat məbləğimiz çıxıb. Və indi gəlin bunları artıq biz saldoda da birdən baxaq. Hesablara daxil oluruq. Dövriyyə saldo cədvəlini klikləyirsiniz və öz hesabınızı formalaşdırırsınız. Öz hesabımızı formalaşdırdıqdan sonra ən əsası baxdığımız 3 burada hesab olacaq. Birinci hesabımız olacaq bizim 223, çünki o hesab üzrə biz əməliyyat apardıq. Onun üçün nə edirik? Bu tapırıq burada və burada görürük ki, bizdə əslində burada məbləğ çox görünür və 908 manat əslində görünmür. Burada belə baxsaq təxmini görə bilərik. Amma istəyirik ki, bunu daha yaxşı başa düşək, yəni analiz edək. Bunun üçün nə edirsiniz? Yeni hesablar olan hissəyə daxil olursunuz. Hesab üzrə dövriyyələr. Bu o deməkdir ki, biz artıq onun tək-tək hesab üzərində analiz edəcəyik. Bunun üçün həmin hissəni klikləyirsiniz. Yəni burada hesablar olan hissədə hesab üzrə dövriyyələr. Onu klikləyirsiniz və artıq görürük ki, bizdə avtomatik olaraq 223-dür. Yəni bu elə bir əvvəlki olanlardan qalır. Əgər sizdə qalmayıbsa, bunu silib təzədən 223 klikləyirsiniz. Bu əslində çıxmır. 01 klikləməklə artıq seçmiş olursunuz. Daha sonra formalaşdırmanı klikləyirsiniz və budur. Artıq sizə detallı olaraq gördüyünüz əməliyyat haqqında məlumat verir və baxsaq görürük ki, bizim həqiqətən də 908 manatımız hesabımızdan çıxıb, yəni KT olduğuna görə biz deyə bilərik ki, hesabımızdan ayrılıb, yəni 908 manat ödəniş etmişik. Hara ödəniş etmişik? Əmək haqqı ödənişi olub. Və yerdə bu qədər məbləğimiz qalıb 33.092 manat. Sonra yenidən qayıdırıq saldomuza. İkinci baxacağımız bizim hesabımız isə 533-cü bizim hesabımızdır. Yəni əmək haqqı hesabımız. Çünki bizdə burada o formada göstərmişdi 533. İndi onu klikləsək biz saldomuzda baxırıq görürük ki, biz indi 908 manat ödəsək də, burada hətta baxırıq ki, 908 manat göstərir. Amma niyə saldomuzda 1000 manat göstərir? Və həqiqətən də görürük ki, artıq bağlanmış kimi hesab olunur. Yəni dövriyyənin sonunda artıq bizim heç bir borcumuz yoxdur. Bu həqiqətən də belədirmi? Yaxşı deyə bilərsiniz ki, bu təzad nədir? Biz yanlış mı etmişik? Əlbəttə ki, yanlış etməmişik. Bir şeyin bir özəlliyi var ki, bir şey deyəndə ki, ümumiyyətlə 533 bizim əmək haqqı elə bir borcumuzdur. Əmək haqqını bizim bildiyimiz kimi, biz gross əmək haqqı kimi, yəni müqavilənin üzərində 1000 manat yazdığımıza görə bizdə də onun bağlanışını elə 1000 manat kimi edirik. Düzdür, mühasibatlıqda başqa cür edilir, nə yazılıbsa o formada, amma bir şeydə onu tam göstərir ki, 1000 manat yazmısansa, elə bir 1000 manat kimi ödəniş edirsən. Amma bunun daxilində o digər tutulmaları gizlədir. Ona görə də bu hallarda biz baxıb da deyə bilmərik ki, bizim 1000 manatlıq elə bir borcumuz var idi, əmək haqqı borcumuz. Elə onun 1000 manatını da vermişik və artıq borcumuz qalmayıb. Həm bu o deməkdir ki, artıq bizim dövlətə də borcumuz qalır. Bu tamamilə yanlışdır. Bunu yaxşı necə öyrənə bilərik? Bu gizlənmiş detalı necə öyrənə bilərik? İki yolla. Birincisi, bunu da biz analiz etməliyik hesab üzrə. İkinci yolumuz isə bu 522-yə baxmağımızdır. 522-yə baxan kimi avtomatik olaraq diqqət etsəz görürsünüz ki, 164 manat, 87 manat, 5 manat, 5 manat. Əslində bizim 164 manat bizim gəlir vergimiz var. Qalan tutulmalar isə bizim DSMF, tibbi sığorta və işsizlik üzrədir. Əslində burada iki tutulmalar var idi. Və ona görə bunu hesablayıb və deyə bilərik ki, bizim
ümumilikdə 92 manat borcumuz var. Amma bu 1000 manatın içində göstərmir. Ona görə də mütləq şəkildə biz bunu analiz etməliyik. Qeyd etdiyim kimi yenə də hesablara daxil olursunuz. Hesablar üzrə analizə də baxa bilərsiniz. Hesab üzrə dövriyyələr. Ən yaxşısı budur. Bunu klikləyirsiniz. Burada indi tək-tək hesabdır deyə nəyi seçəcəyik? 533. Çünki bizə məlumatlı gəldi ki, niyə 1000 manat göstərir? Klikləyirsiniz. 01-i seçirsiniz və tarix düz olmalıdır. Yəni əmək haqqı ödənişinin tarix. Formalaşdırma klikləyirik və görürük ki, budur. Artıq bizə məlumat verdi ki, əslində 1000 manat sənin borcun var. Lap belə üstünə klikləsək, burada tam bizə detallı göstərə bilər ki, bu 1000 manat bizim ümumi borcumuz hesablanıb mühasibatlı şöbəsində, yəni xərc kimi onu tanıyıb, onun 908 manatını artıq ödəniş edib, kimə əmək haqqı ödəniş edilib, Səmayının kartına, amma yerdə bizim bu qədər borcumuz qalıb. Yəni 164 manat, 5 manat borcumuz qalıb. Və onu da xərc kimi tanıyıb və biz də bunları ödəməliyik. 164 manat bizim gəlir vergimiz, 22.04 isə artıq bizim tutulmalarımızdır. Onları da ödəməliyik biz. Və bu şəkildə biz analiz edə bilərik. Bundan da əlavə geri qayıtsaq, görürük ki, elə qısa yekun analizində deyə bilərik ki, 908 manat ödəniş olunub. Hardan ödəniş olunub? 223-dən. Yəni hansı hesabdan ödəniş olub? AZN hesabından, yəni milli hesabdan və bizim budur artıq borcumuzu göstərdi ki, 522-də 92 manatınız hələdən var. Yaxşı deyə bilərik ki, niyə 92 manat və 164 manat burada saldorda göstərən hara getdi? Bildiyimiz kimi 164 manat o şəxsin özündən tutulan pul idi. Qalanları isə bizdən tutulan pul olacaq. Bu 92 manat şirkətin pulunu göstərir. Yəni şirkətin dövlətə olan borcudur. Biz gəlir vergisini də ayrı ödəməliyik. Bildiyimiz kimi digər tutulmaları da ayrı ödəməliyik. Və indi bu artıq biz şəxsdən tutduğumuza görə artıq sadəcə olaraq 92 manat borcumuz qaldığını göstərir. İndi onun da gələcək dərslərdə, növbəti dərslərdə necə ödəyirik göstərəcəm. Bir sözlə yekunlaşdırsaq, deyə bilərik ki, mütləq şəkildə biz bunu görsək, o demək deyil ki, biz tam ödəniş etmişik və dövlətə borcumuz yoxdur. Çox da bizdə dövriyyə sonunda boş göstərir. Mütləq şəkildə 522-lərimizi də nəzarətdə saxlamalıyıq ki, bizim borcumuz var yoxsa yox. Hətta 521, 1521-imiz bizim digər vergi borcumuzdur, amma 522-lər bizim artıq DSMF və s. tutulmalardır. Onları da nəzərdə saxlamalıyıq və bu analiz nəticəsində artıq biz müəyyən edə bilərik ki, bizim nə qədər borcumuz var, nə qədər köçürmə edəcəyik. Yəni saldoya görə biz bunların hamısını bir-bir indi tək-tək köçürdəcəyik və sonunda artıq ayın bağlanışını edəcəyik.